Dünyaya gəldiyi gündə çox sevdiyi vətənin azadlığı uğrunda vuruşaraq qələbə qazanıb dünyadan köçmək, Tanrı dərgahına ucalmaq. Sübhanın taleyinə hərbiçi olmaq yazılıb, çox sevib vətənini. Şəhid olmaq ən böyük arzusu olub, Allah da onu arzusuna çatdırıb doğulduğu gündə. Dünyada yəqin ki, bu hissin ifadə forması yoxdur. Ana öz əli ilə böyütdüyü oğlunu vətənə qurban verir və deyir ki, oğlum istədiyinə nail oldu. Mən inanmadım, çünki bu dünənin əskəri dövrü idi axı bu. 20 ilə yaxındır o cəbhədə idi. Aprel döyüşlərində də sağ-salamat gəldi. Ad günündə özüm şəhid anası adı verdi mənə. O yanımızda olanda biz döyüşə gözü yumulu girirdik. Bilirdik ki, Sübhan bizimlədirsə, qələbə də bizimlədir. Döyüş yoldaşı Səxavət, Sübhanın döyüşlərdə neçə şəhidimizi çiynində daşıdığını deyir. Onun döyüşə olan sevgisini isə belə xatırlayır. Sabran Sübhan 20 günüdür döyüşdüydü, həqiqətən. Yəni ki, o elə bu havada idi, elə bil o döyüşə bu dəqiqə gəlir. Bir qram yorğunçuluq, tükənməz, heç nə fikir anlamadım da ondan. Yəni ki, mən öz-özümə sual verdim ki, yəni 20 gündür döyüşdə olan insanın bir qram yorğunçuluğu, gülər üz, danışırdı, deyir Səxavət, gedəcək yenə, biz düşməni əzə-əzə gedirik. Onda bir neçə torpaqlarımız azad eləmişdik. O, mərd adamı idi, deyir xanımı. Mənə düşən də övladlarını onun adına layiq böyütməkdir. Sübhan öz ailəsinə vətən, bayraq sevgisini yüksək səviyyədə aşılayıb. Biz ancaq ondan qürur duyuruq. Yəni, övladları da, mən də fəxr edirik. Mən bundan sonra çalışacağam ki, onun övladlarını onun adına layiq böyüdüm. O qəhrəman idi, o mərd insan idi. Sübhan Cəbrailov övladlarının milli vətənpərvərlik ruhunda böyümələrini istəyirdi. Yəqin ki, indi balalarını hərbi geyimdə görsə, bu arzusunun da yerinə yetdiyinə şahid olardı. Biz həmişə atamızla fəxr eləmişik, həmişə təlimə, döyüşə zada gedəndə biz bilirdik ki, o sağ-salamat qayıdacaq da, yəni. Amma bu dəfəki döyüşdə yəni sağ-salamat qayıda bilmədi. Ən böyük arzusu vətənin azadlığı olan şəhid qardaşımız. Sənin övladların sənin azad elədiyin vətəndə sənin miras qoyduğun dəyərlərlə böyüyəcəklər. Sənin sayəndə məkanın behişt olsun.